Azərbaycanda yeganə adamam ki, mənim istirahət günlərim yoxdur. Çünki hər gün mənim üçün iş günüdür. Çünki hər gün məsələləri həll etmək lazımdır. Bir çox məsələlər çıxır ki, onlar operativlik tələb edir. İş qrafikində fasilə yoxdur. Hətta bazar günündə ki, mən işə çıxmıram, yenə də mən daim Deməli, yəni əslində düz deyil. Sadəcə olaraq bir balaca, yəni korrekt eləmək lazımdır dostlar. Deməli bu əslində bunun yeganə adamdır ki, bunun deyək ki, istirahət günü yoxdur. Ona görə ki, bütün günü istirahətdədir. Minir maşını mehribanla elə Qarabağın o dağlarında, döşlərində falan da isti kebab, yağlı fətir falan keyfdədirlər. Yaşayırlar özləri üçün və hərdən birdən də bu görüşlər zaten təşkil edir ki, görsünlər ki, İlham Əliyev işləyir. Deyir, mən deyir, Respublikada yeganə adamam ki, yəni istirahət saatım yoxdur. İstirahət saatımı işləyirəm. Vaxt hətta bazar günlərdə, hətta bazar gününə yaxşı şeylər, bu Smirnov araqları gətirirlər Rusiyadan. Putinlə dostlar. Yaxşı da vurandı, qardaş. Yiyir, içir, öz keyfində, öz dəmindədir, inanın mənə. Deməli, dostlar, yəni bax, bunlar bizim gündəlik gördüklərimizdir. Düzünü deyim ki, mən indi bəzən biz diqqətdən qaçırdırıq, baxmırıq, görmürük, yəni fərqinə varmırıq, o kişilər. Bu, təsəvvür edin, bu ərəblərdəki kimi monarxik dövlət qurmaq istəyir və ömürlük bu qalır, yəni baş, o günün bir Heydər Oğuz var, o, nədir o qızın adı, Ləmən Əlaşov qızının kanalında, Laf TV-də deyir, bəs belə bir şey olacaq və Gültəkin Hacıbəylinin qayıtmağı ilə bağlı bu Elşad Musayevin bir yazısı var. Onu düzü başdan başlayanda belə bu Elşadla elə danışdı ki, yəni kişi gərək belə hərəkət eləməsin falan. Düzünü deyim, mənim ona hörmətim artdı. Sonradan arxasını şeylə gətirəndə ki, yəni ölkədə qanunlar işləyir, Gültəkin nədən qorxur gəlsin? Cəmilə sən getdi öz, deyək ki, müsahibəsini verdi, yəni şey bildirdi, bu qədər bəsit burada. Şimdi yəni qanun qaydadır, gedəcək, deyək ki, istintaqda sorğu-sual eləyəcəklər, görəcəklər, bundan bu şey yoxdur, buraxacaqlar. Yəni bunu Heydər Oğuz bizə deyir, dostlar. Yəni bizi o qədər təsəvvür edin ki, bunlar bizi o qədər qoyun yerinə qoyublar ki, və Gültəkin də orada Ərdoğana müraciət edib. İnanın mənə, mən deyim sizə dostlar, biz ümumiyyətlə, mənim yenə deyirəm, biz gərək ən pis halda da öz ləyaqətimizi gözləyək. Ona görə ki, biz ən aşağısı, biz türkük. Və türklər ən sonunda da qadınla bağlı xüsusilə çox diqqətlidirlər və mən çox bir şey işitmişəm o zaman, deməli bir kişi gəlir, bir öydə olan məsələlərlə bağlı öz dostuna deyir, bəs belə yaxşıdır, falan vəziyyət falan deyir, nə olub ki, deyir, bu mənim deyir, namusumla bağlı deyir, ona görə də mən öz namusum haqqında danışa bilmərəm. Və bir neçə ilkisi illər bu həyat yoldaşından ayrılır, ayrılandan sonra bu həmin adam, həmin onun dostu gəlir deyə, yaxşı, indi danış görək nə olur. Deyir, indi də başqasının namusundan danışmaq, qarışmaq kişi işidir. Yəni, mən düşünürəm ki, biz bu məsələyə, bu nöqteyi nəzərdən baxmalıyıq və biz Azərbaycan hakimiyyətinin kim olduğunu, yəni bu, hələ mən Heydər Əliyevi tulluyuram bir qırağa, Azərbaycan hakimiyyətində, hökumət dövlətinin başında kimlərin, hansı ləyaqətsiz, hansı şərəfsiz adamların oturduğunun biz fərqindəyik bugün.